Sumqayıt şəhərində yaşıllaşdırma işləri geniş vüsət alıb. Həyata keçirilən bu layihələr çərçivəsində parklar yenilənir, küçə və prospektlərin kənarlarına minlərlə gül və dekorativ bitkilər əkilir. Bugün Sumqayıtda yaşıllıqların artırılması istiqamətində mühüm işlər görülür. Şəhərin hər bir küçə və prospektinə ağaclar və gül kolları əkilir. Bu həm şəhərə gələn turistlərin, həm də şəhər sakinlərinin ürəyincədir. Yaşıllaşdırma tədbirlərinin əsas məqsədi Sumqayıtın ekoloji vəziyyətini yaxşılaşdırmaq, sakinlər üçün daha sağlam və rahat mühit yaratmaqdır. Bu çərçivədə təkcə bu ilin yaz mövsümündə 100 mindən artıq müxtəlif növ gül, ağac və kol bitkiləri əkilib. Hazırda şəhərin müxtəlif ərazilərində, o cümlədən Mərkəzi Parkda, Dənizkənarı bulvarda, eləcə də yaşayış massivlərinin ətrafında geniş miqyaslı abadlıq və yaşıllaşdırma işləri davam etdirilir. Əkilən güllər arasında müxtəlif çiçəklərlə yanaşı, çoxillik dekorativ növlər də yer alır ki, bu da şəhərin ümumi landşaft dizaynına müsbət təsir göstərir. Şəhər sakinləri və turistlər də bu dəyişiklikləri müsbət qarşılayır. Yaşıllıqların artırılması təkcə estetik baxımdan deyil, həm də ekologiya üçün mühüm əhəmiyyət daşıyır. Bu cür tədbirlər havanın keyfiyyətini yüksəldir, səs-küyü azaldır və şəhərdəki mikroiqlimi daha sabit edir. Qeyd edək ki, Sumqayıt son illərdə aparılan abadlıq və yaşıllaşdırma tədbirləri ilə seçilən şəhərlər sırasına daxil edilib. Şəmistan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.